alimlərdən biri Şeyx Abdurrazaq Hafizahullah bir hadisə danışır. Deyir ki, özüm şəxsən eşitmişəm. Demək, deyir, ölkələrin birində bir cavan oğlan vardı və bu cavan oğlan içki içərdi. Və bir dəfə görürlər ki, bu, demək, ibadətə başlayıb, namaz qılır və maraqlanırlar ki, niyə görə belə, nə oldu birdən belə ibadətə gəldi? Oğlan danışır ki, bir dəfə mən, demək, çıxmışdım evdən, gedim, yemək alım, içki içməyə, fikir verin. İçki içməyə, yemək alım. Yəni, bizdə zakuska deyirlər. Və deyir, gəldim və yolda bir it gördüm. Yəni, soyuq bir gecə idi. Gördüm ki, bu it həm acından, həm balacadır, həm də soyuqdan donub. Bir bunu götürdüm, bükdüm. Məsələn, həmin pula da deyir, başım deyilənə qarışdı ki, heç nə almadım. Getdim, süd aldım, gətirdim, başım qarışdı bu itə. Rəhmim gəldi. Gətirdim bunu həyətimə, həyətə gətirdim, buna süd verdim və s. Və deyir, gəldim evə yatdım. Yatandan sonra deyir, səhəri gün durdum, gördüm ki, ürəyimdə daha içki içməyə meyil yoxdur. Həvəs yoxdur. Əksinə ibadətə, itaətə meyilim artıb. Yəni, bu uşaq oğlan danışır. Deyir, o vaxtdan deyir, mən, Allah təala mənim yönətli xeyir işlərə tövbə etdim və indi, əlhəmdülillah, yəni ibadət edirəm, itaət edirəm. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə buyurur? Deyir, İrhamu mən fil ardı, yerhamukum mən fis-səma. Yəni, yerdə olanlara rəhm edin ki, göydə olan Allah da sizə rəhm etsin. Yəni, heyvanlara rəhm etmək Allahın mərhəmətini qazanmağa nədir? Səbəbdir.